bu gün Floyd Cycle Detection problemini araşdıracağıq. Yəni bizdə verilən qrafda cyclic belə deyim, cycle varmı? Birinci hissəsidir, ikinci hissəsidəki bizə dövrə giriş hardadır? Məsələn, tutaq ki, bu problemi araşdıranda hər iki rəqəmləri deyirəm, nə məna burada daşıyır? Tutaq ki, bizdə belə bir linked list var. Linked list özdə bir alt qraf növüdür. Bir var bizdə cycle'ın detect olunması, bir də var ki, cycle'ın, dövrün giriş nöqtəsini təyin eləmək. Məsələn, əslində bizdə giriş nöqtə harda təyin olunur? Bizdə 58-də başlayır. Çünki biz qayıdıb gəlsək, burada 58-də görəcəyik ki, təzədən eyni dəyərə gəlib çatdıq. Bu cycle detection'dır. Və belə fun və sadə görünən problem əslində bizdə linked, belə deyim, lead kodda çox kifayət qədər ciddi problemi həlləməyə kömək edəcək. Məsələn, belə baxsaq, hələ ki biz bunu linked listlə bu problemin arasında əlaqə görən deyilik. Məsələn, tutaq ki, bizə hər hansı bir array verilib, n+1 qədər tam ədədlər var onda, amma qarantiyanla ki, heç olmasa bir dənə ədəd orada duplikatdır. Məsələn, tutaq ki, 1, 2, 3, 4 və 2. 2 burada duplikatdır. Burada 3 duplikatdır, burada isə hamısı duplikatdır. Hal-hazırda biz buna array kimi baxırıq və burada açıq-aydın linked listin problemini görmürük. Linked listlə əlaqə görmürük və eyni anda da linked listə əlavə cyclic linked list burada görmürük. Və üçüncü sual da gələ bilər ki, cyclic linked list nəyə lazım ola bilər ki, bizə burada əslində kifayət qədər tricky bir məqamdır. Gəlin bir dənə bunu araşdıraq. Biz nə tər duplikatı tapa bilərik? Biz məsələn sort eləyə bilərik birinci, bəsit yollarla baxaq, necə tapa biləriksə duplikat olmağı. Məsələn 1, 3, 4, 2, 2. Və mən bunları sıralayıram. 1, 2, 2, 3, 4 sort algoritmlə və əgər duplikat varsa onlar yan-yana olacaq. Və 2 dənə qonşu ədəd bir-birinə bərabərlik tapdıqsa, deməli bu bizdə elə duplikatdır. İkinci nə yol ola bilər? Bunun kompleksdir n log n olacaq, üstə gəlsin n, tutaq ki, bir dəfə də yoxlanışa gedəcək vaxt. Üçüncü nə ola bilər? Hash setlə tapa bilərik. Biz getdikcə hash setimizə elementimizi əlavə edəcəyik. Əgər çoxluğumuzda yoxdursa, 1 yoxda əlavə edirik, 3 yoxda əlavə edirik, 4 yoxda əlavə edirik, 2 yoxda əlavə edirik. 2 varsa artıq setimizdə elə 2 bizim duplikatımız sayılır. Okey, bu optimaldır. Ən azı time computation cəhətdən, çünki bizdə burada n dənə iterasiya olacaq, amma əlavə n dənə də yaddaş olacaq. Çünki bu çoxluğu özündə saxlamaq üçün bizə əlavə n yaddaşa ehtiyac olacaq. Ancaq şərtdə nə deyilir? Şərtdə deyilir ki, you must solve the problem without modifying the array nums and using only constant extra space. Yəni, siz bu problemi orijinal array dəyişmədən, sort eləyəndə biz bunu artıq dəyişirik, dəyişmədən və eyni anda da konstant yaddaşdan istifadə edərək həll eləməlisiniz. Konstant yaddaş deyəndə, yəni 1-2 dənə biz dəyişən tutsaq, o konstant sayılır. Əsas odur ki, ölçüyə görə bizdə yaddaş böyümür, verilən sayıza görə. Məsələn, bu modifikasiya edərək başqa cür necə tapa bilərdik? Məsələn, 1-2 dənə xüsusiyyətə baxmaq lazımdır bu arraydə. Məsələn, tutaq ki, bizdə duplikat ümumiyyətlə olmasaydı, 1, 2, 3, 4, 5, ümumiyyətlə duplikat yoxdur. İndekslərinə baxsaq, 0, 1, 2, 3, 4 edir. Düzdürmü? Və burada duplikat yoxdur deyənə ən böyük indeks, ən böyük elementdən bir pillə kiçik olacaq. Amma duplikat olanda nə baş verir? İstənilən ədəd burada duplikat olsun, fərq eləməz. Məsələn, tutaq ki, 1, 3, 3, 4, 2. Biz artıq burada nə görürük? 0, 1, 2, 3, 4. Hələ bizdə ən böyük indeks burada ən böyük dəyərlə üst-üstə düşəcək. Bu bizə nəyə icazə verir? Biz nə edə bilərdik?
sıralamanı daha rahat edə bilərdik. Məsələn, mən tutaq ki, gəlirəm 3, 2, 1, 4, 4 görürəm, düzdürmü? 3-ə rast gəldim, 3-ü 3-cü indeksə qoyardım, 0, 1, 2, 3, 4. 3-ü qoyuram 3-cü indeksə, 4-ü qoyuram, tutaq ki, hələ 0-cı indeksə. 4 qalır burada. Sonra 2. 2-ni qoyuram 2-ci indeksə, 1-lə yerini dəyişirəm, belə. Burada isə artıq 3-dür bizdə. Və sonra 4-ü gəlib sıralayanda, məsələn, 4 4-cü indeksdədir. Burada bizdə artıq problem yaranır. Deməli, bir neçə yola baxdıq biz burada, amma görürük ki, istənilən halda biz bunu həll etmək üçün optimal yolla ya array dəyişməli olacağıq, ya yaddaşımızı qurban verib hashtagdən istifadə etməli olacağıq. Və yaxud da ki, başqa bir metod da var, hansı ki, float cycle detection. Əsas onu vurğulamaq istəyirdim. Float cycle detection necə işləyir, onu göstərəcəm. Sadəcə bəyənmədiyim bir şey var ki, bu resursların izahında onlar sırf algebraik yolla isbat edirlər ki, yəni bu alqoritm həmişə işləyəcək. İlk görünüşdən heç də intuitiv gəlmir və sadəcə algebraik üsulları göstərmək də bizə intuisiyasını başa salmır. Reallıqda o algebraik isbat eləyən insanlar onu tam intuitiv başa düşür, sonra da riyazi formal dilə gətirir. Belə deyim, riyazi formal dilə gətirirlər ki, tam isbatını yazmağa. Amma izah olunanda da eyni prosedur, eyni təkamüldən başlamalıdır izah. Çünki birinci riyazi formal yaranıb sonra başa düşülmür. Birinci başa düşülür, sonra o gətirir bizi riyazi formulaya. Hansı ki, bir çox resurslar onu eləmir. Alqoritmin mahiyyəti nədir? Mən onu belə göstərərdim. Birinci cycle detection necə olur? Gəlin başlayaq bəsit nümunədən. Tutaq ki, bizdə belə bir linked listdir, cyclic linked list. Və biz necə detect edə bilərik ki, burada cycle var? Mən 2 dənə pointerlə başlaya bilərəm. Asta və sürətli, slow, fast. Slow hər iterasiyada 1 addım atır, fast isə 2 addım atır. Slow yenidən 1 addım atır, fast isə daha sürətli addım atır. Slow təzədən xırda addım atır, fast isə təzədən 2 addım atır. Slow yenə də bir dənə xırda addım atır. Fast isə daha sürətli addım atır, 2 qədər birbaşa buradan bura tullanır və slow artıq bura çatanda fast gəlib birbaşa buradan bura çatmış olacaq və burada onlar bir-birinə rast gələcək. Əgər hardasa onlar bir-birinə rast gəlirsə, deməli qraf bizdə linked list cyclicdir. Cyclic olmağı da əslində intuitivdir. Gəlin heç qraf şəklində baxmayaq. Tutaq ki, bizdə bir dənə yol var. O yolun arasındasa dövr var. Düzdürmü? Əgər mən yavaş gedirəmsə və yanımda olan insan məndən 2 dəfə sürətli gedirsə, gecə tezi elə bir məqam olacaq ki, tutaq ki, mən hal-hazırda buradayam, tutaq ki, və sürətli, belə deyim, piyada artıq buradadır, aramızda distansiya kiçilir, mən artıq hardasa buralara gəlib çatanda, belə deyim, sürətli piyada gəzən gəlib mənim arxamdan çatacaq. Yəni, biz burada artıq bir-birimizə rast gələcəyik. Yəni, cycle varsa, istər-istəməz sürətli piyada gəzən, yavaş piyada gəzəni gəlib arxadan qarşılayacaq. Bu sadədir. Amma bu float cycle-ın ümumi prinsipi deyil. Float cycle bundan əlavə nə deyir? Float cycle detection metodu. O deyir ki, tutaq ki, bizdə yoldur. Burada artıq 2 hissə var. 1-2 dənə piyadaşı tuturuq və yaxud da turtle-lə rabbit-də deyirlər tısbağla dovşan sürətlə gedir, tısbağa yavaş gedir, ona görə gecə tezi dovşan gəlib arxadan tısbağanı tutacaq. Biz isə burada texniki dildə slow və fast pointer deyirik.
Birinci hissədə bilirik ki, fast gəlib hardasa cycle-ın içində slow-la fast üst-üstə düşəcək, gəlib tutacaq onu. Və buradan dövrün girişi tutaq ki, bu nöqtədir, X nöqtəsi deyim buna. Və eyni anda da ikinci etapda isə biz tutaq ki, yeni pointer tuturam burada, find, axtarma. Find-da və slow-da sürəti eynidir. Yəni, hər iterasiyada bir addım atırlar. Və float cycle detection alqoritmi bizə qaranti verir ki, find gəlib bu nöqtəyə çatanda, yəni dövrün giriş nöqtəsinə, slow da gəlib eyni anda bu nöqtəyə çatacaq. Yəni, onlar ikisi də bu dövrün giriş nöqtəsində bir-birinə rast gələcəklər. Kifayət qədər maraqlıdır və eyni anda da intuitiv gəlmir. Yəni, qısası desəm, bizdə cycle var, slow-la fast pointeri iterasiya eləyirik. Olay gəlib tutaq ki, burada bir-birlərinə rast gəlirlər, slow plus fast. Və sonra ikinci etapda nə edirəm? Bir dənə başqa bir pointer tuturam, piyadaçı. Və o piyadaçı, Floyd alqoritmi qaranti verir ki, o piyadaçı gəlib dövrün giriş nöqtəsinə başlayanda slow da gəlib eyni nöqtəyə düşəcək və onlar burada rast gələcək. Və rast gələn nöqtələr avtomatik cycle-ın giriş nöqtəsi sayılacaq. Hələ də əlaqə qurmaya bilərik bu misalla, amma əsas bunun mahiyyətini başa düşməkdir. Bunu isbatını verəcəm. Həm intuitiv, həm riyazi və ondan sonra bu burada necə tətbiq olunursa onu göstərəcəm. Yəni, bu misalı ən optimal yolla necə həlləməkdə bizə kömək olursa, o bizə tam aydın olacaq. Bunun isbatını vermək üçün gəlin daha biraz sadə, açıq, aydın nümunə göstərdim. Tutaq ki, hələ bizdə verilən linked list başdan ayağa cyclicdir, 4 dənə nod var və bir-birlərinə belə bitişiblər. Hal-hazırda belə deyim, slow və fast pointer SF ikisi də bu nöqtədə başlasa, slow birinci addımda S1 bura gedəcək, fast isə 2 addım qabağa gedəcək, düzdürmü? Sonra slow bura gələndə, tutaq ki, slow 2 olanda fast artıq burada olacaq, fast 4, düzdürmü? Yəni, atdığı 4 dənə addım, buradan bura 4 dənə addım. Slow sonra 3-cü addımını atanda fast gəlib düşəcək bura, burada artıq fast olacaq. Neçənci addımda? 5, 6 və slow artıq axırıncı addımını atanda başlayan nöqtədə. Burada olacaq slow 4 və fast 8. 8. Və ikisi də bu nöqtədə bir-birlərinə rast gələcəklər. Nəyə görə bu baş verir? Birinci cyclicdir deyənə və üstəlik də biri o birisindən sürətlidir deyənə geci-tezi sürətlisi gəlib fastı tutmalıdır. Bu birinci araşdırmamız. İkinci araşdırma nədir? Niyə bunlar başladığı nöqtədən, addım atmağa başladığı nöqtələrdən, sırf addım atmağa başladığı nöqtədə gəlib bir-birlərinə rast gələcəklər? Əsas sual budur. Bunu başa düşmək lazımdır. Nəyə görə? Çünki slow 4 addım atanda fast 8 addım atacaq. Çünki slow 2 vurulsun slow bərabərdir fast. Çünki fast həmişə slowdan 2 dəfə çox addım atır. Ona görə ümumidə 2s bərabərdir f yaza bilərik. Və 8 addıma bu 2 dəfə bu cycle fırlanmış olur fast. Və 2 dəfə fırlanmış olur deyənə sırf gəlib bu nöqtəyə düşür. Əgər onlar ikisi də bu nöqtədən başlasaydılar, eyni proses gəlib burada, bu nöqtədə belə deyim, bir-birlərinə rast gələcəkdilər. Sırf 2 dəfədən gedir burada söhbət. 3 dəfə tez olsaydı, daha tez rast gələcəkdi fast slova. Yəni, əsas müşahidəmiz odur ki, başladığı nöqtədə, ikisi də eyni nöqtədə belə deyim, addımlarını atmağa başlasa, geci tezi hardasa rast gəlməlidirlər, birinci
Müşahidəmiz ikinci müşahidədəki sırf addım atdığı nöqtədə bir-birlərinə rast gələcəklər. Bu bizim ikinci müşahidəmizdir və kifayət qədər intuitivdir və aksiomatik səviyyədədir. Bunun isbatı sadəcə isbatın necə deyə bilərik? Slow 4 addım atanda fəs 8 addım atır və 8 addımı bu nöqtədən hesablamağa başlayanda o gəlir istər-istəməz öz nöqtəsinə çatmış olur. Məsələn, tutaq ki, buna belə də baxa bilərik. Məsələn, tutaq ki, 3 dənə nod varsa, biz 1-2 addım ata bilirik. Əgər 3 dənə eyni nod varsa, ancaq cyclicdirsə, 1, 2, 3. Yəni 3 dənə nod varsa 3 dənə də addım atmaq olar. Çünki axırıncı bunları cyclic bir-birinə birləşdirən bir körpü olur. Və burada da körpülər sayılır. 4 dənə nod və cyclic deyənə neçə dənə körpü var? 1, 2, 3 və 4. Ona görə də bu bərabərliyi qorunur. Ona görə də tam ədədlər alınır. Ona görə də 4 addıma fəsdən 8 addım düşür və 8 addım gəlir eyni nöqtədə birləşir. Bu tam bizə aydın oldu. İndi isə eyni nümunədən nə göstərdim? Tutaq ki, bizdə eyni cyclic qrafdır. Və tutaq ki, addımı buradan başlayırlar. Slow və fast burada başlayır. Fikir verin, indi nə baş verəcək? Slow gəlir bura, fast gəlir bura. Slow gəlir bura, fast gəlir bura. Slow gəlir buradan bura, fast gəlir buradan bura. Gəlirlər axırda burada rastlaşırlar. Və slow və fast burada rastlaşırlar. İndi növbəti nümunəyə baxaq. Tutaq ki, belə olsun. 1, 2, 3, 4, 5, 6. Hər ikisi də burada başlayır. Və indi uzun iterasiyaları göstərməyəcəm, amma bunlar gəlirlər bu halda artıq burada rast gələcəklər. Slow və fast burada, bu cycle-da rast gələcək. Yəni bu hissəsində. Necə baş verir bu? Olmayanda isə harda rast gəlirdilər? Olmayanda isə burada başlayıb, elə burada da bir-birlərinə rast gəlirdilər. Belə. Aydın oldu mu? Yəni intuisiya verə bilirsinizmi burada? Əslində burada nə baş verir? İntuisiya nədir? Ya bunlar burada başlayırlar deyəndə təbii ki, bayaqki araşdırmamıza görə burada rast gəlməlidirlər. Əgər buradan başlayırlarsa, deməli hər ikisi də bir addım geridədir. Düzdürmü? Və hər ikisi də bir addım geridədir deyənə, onlar burada başlamayıb, burada başlayırlar deyənə, bir addım geridə qabaq bir-birlərinə rast gələcəklər. Burada 2 addım gec başlayırlar deyənə cycle-a. Onlar artıq 2 addım geridə bir-birlərinə rast gələcəklər. Yəni intuisiya budur. Bunu resurslar başa salmır. Sadəcə riyazi formula göstərir, bərabərliyi qorundu. Deməli, bu həmişə düz olacaq. Yəni həmişə əgər burada rast gəlibsə slow, burada yeni pointer başlasam, o buradan bura çatanacaq, bu da buradan bura çatacaq və mütləq ki, dövrün həmişə başlanğıc nöqtəsində rast gələcəklər. Amma bu təkcə riyaziyyat deyil, həm də ki, bunun intuisiyasını da başa düşmək lazımdır. Riyaziyyata qalsa isə biz belə edə bilərik. Məsələn, tutaq ki, müəyyən qədər yol var. Cycle-ımız üçün yəni bunu sırf riyazi dildə indi isbatına gətirək. Slow-la fast burada başlayır və onlar gəlib harda rast gələcəklər bayaqki nümunəmizə görə. Onlar gəlib burada rast gələcəklər. Yəni intuitiv araşdırmağımıza görə. Slow-la fast burada rast gələcək. Sonra isə tutaq ki, başqa bir Z-lə başlayıram. Z gəlib buradan bura çatanacaq. Slow iterasiya eləməyə başlasa, hərəsi bir addım. Onlar isə gəlib sırf cycle-ın girişində rast gələcəklər. Gəlin bu distansiyaya, buradan bura olan distansiyaya
Mən pi distansiyası deyim. Və gəlin ümumiyyətlə bu cycle'ın, dövrün uzunluğuna c deyim. Cycle uzunluğuna c deyim. Və buradan bura olan distansiya isə qalıq distansiya deyim, x. Bu ümumi cycle'ın uzunluğudursa, deməli buradan bura olan uzunluq nə qədər olacaq? C çıxılsın x. Düzdürmü? Eyni anda da biz nə görürük? Ümumiyyətlə bu qrafın uzunluğu bizdə nə olacaq? Pi üstə gəlsin, c çıxılsın x, üstə gəlsin x. X-lər ixtisar olunur, pi üstə gəlsin c olacaq. Yəni cycle'ın ümumi uzunluğu, bu isə ki cycle'dan qabaq olan yol. Hansı ki bu da bizə aydındır. Sonra nəyə görürük? Sonra slope pointer 2s bərabərdir bizdə fast pointer. Yəni fast pointer slope pointerdən 2 dəfə sürətlidir. Bu müşahidəmiz var. Burada sadəcə nəyə sübut eləmək lazımdır? Pi ilə x bir-birinə bərabərdirmi? Yəni cycle tamamlamaq üçün olan yol bir-birlərinə bərabərdirmi? Əslində bunlar burada yox, bunlar burada rast gələcək deyəsən, səhv çəkmişəm bunu. Bunlar burada rast gələcək. Bunu təzədən yeniləyim. 1, 2, 3, 4, 5, 6 belə. Okey, burada başlasaydı burada rast gələcəklər. 1 addım geridə burada rast gələcəklər. 2 addım geridə burada rast gələcəklər. Düzdürmü? Belə. Deməli, buradan bura olan distansiya bizdə pi-dir. Buradan bura olan distansiya x-dir. Ümumi cycle'ın uzunluğu c-dir. Deməli, buradan bura olan distansiya c-dən çıxılsın x-dir. Buradan bura olan distansiya. Və baxaq görək hal-hazırda ümumidə slope pointer bu səyahətdə nə qədər addım atacaq. Əlbəttə ki, slope pointer birinci pi-ni keçəcək. Sonra gələcək c çıxılsın x qədər. Çünki burada rast gələndə fast pointerə onlar artıq dayanır. Ona görə üstə gəlsin c çıxılsın x. Fast pointerdə nə olacaq? Fast pointerdə pi, bunu pi distansiyasının cəmi bir dəfə keçəcək və üstəlik də fast pointer gəlib bunu 2 dəfə dövr eləyəcək, düzdürmü? Gəlib burada 2 dəfə dövr eləyəcək. Dövr eləsə, 2 dəfə dövr eləsə gəlib burada bitməli idi, amma 2 dəfə dövr eləmir, tam gəlir burada çıxılsın x qədər. Yəni üstə gəlsin 2 cycle, 2 dəfə dövr eləyərdi və arxadan başlayır deyənə burada bura bir dənə x distansiyası qədər də belə deyim, səyahət eləməmiş olacaq. Ona görə də pi üstə gəlsin 2-si çıxılsın x. Və üçüncü də biz nəyə görürük? Fast bərabərdir 2s. Biz bilirik ki, fast pointer 2s-dən, slope pointerdən 2 dəfə sürətlidir. Və f buna bərabərdir, s də buna. Deməli, biz bu xətti tənliklərimizi cəmləşdirib belə yaza bilərik. Pi üstə gəlsin 2-si, çıxılsın x, bizdə bərabər olacaq. Nəyə? 2s-ə, bu da ki 2pi, üstə gəlsin 2-si, çıxılsın 2x. Və c-lər burada ixtisar olunur və pi-ləri bu tərəfə keçirsək və x-i də bu tərəfə, pi çıxılsın x bərabər olacaq 0 və buradan da bizdə belə nəticə çıxacaq ki, pi bərabərdir x-ə. Bununla da algebraik olaraq ispat eləmiş olacaq ki, x distansiyasına pi distansiyanın uzunluğu eynidir. O deməkdir ki, buradan bir dənə pointer başlatsam, slope buradan bura gəlib çatanacaq, bu da gəlib buradan bura çatacaq və bu çatdığı, rastlaşdığı nöqtə də bizim cycle'ın giriş nöqtəsi olacaq. Bu da bizdə Floyd cycle detection alqoritmi deyirlər. Detection yazıb maraqlana bilərsiniz. Müxtəlif məsələn vizuallar tapa bilərsiniz və s. Ümid edirəm bununla tam həm intuitiv tərəfdən, həm də ki, riyazi tərəfdən başa düşdünüz ki, niyə bu alqoritm həmişə işləyəcək. Gəlin indi bunun tətbiqinə baxaq. Məsələn, tutaq ki, bizdə belə bir array verilib. 1, 3, 4,
2, 2. Və indeksləri var. 1, 0, 1, 2, 3, 4. Biz buradan linked list necə qura bilərik? Məsələn, birinci nöqtə 0, 0-ı götürsək 1-dir. Birinci indeks isə nədir? 3. Deməli, bu 3-ə point edir. 3. Belə. Sonra 3-ü götürürük buradan. Üçüncü indeks nədir? 2. Deməli, bu 2-yə point edir. Sonra ikinci indeks nədir? 4'dür. Düzdürmü? 4. Və dördüncü belə deyim, ikinci indeks 4'dür və dördüncü indeks nədir? Dördüncü indeksi nədir? 2'dir. Yəni təzədən 2-yə point edir. Eyni. Və burada bizdə cycle var. Deməli, burada nə edirik biz? Alqoritmin 2 etapı var. Birinci etapda slow ilə fast pointeri initialize edib başladırıq. Gəlirlər olar, tutaq ki, burada rast gəlirlər bir-birinə. Slow ilə fast burada gəlir rast. Sonra ikinci etapda nə edirik? Find pointerin başladırıq, axtarış. Find gəlir buradan bura, slow gəlir buradan bura. Find gəlir ikinci addımda bura, slow da gəlir təzədən bura və bu nöqtədə birləşirlər və bu nöqtədə belə deyim, bizim dövrün giriş nöqtəsi olur. Nəyə görə dövr olur? Çünki 2 dənə dublikat rəqəm var. 2-2 olmalıdır ki, o belə deyim, hara getsə də təzədən özünə qayıtsın. Yəni cycle-ın olmağı bu siyahıda dublikat rəqəmin olmağını bildirir. Ondan da savayı cycle-ın giriş nöqtəsi hansı rəqəmin dublikat olmağını bildirir. Hər ikisini də birdən həlləmiş oluruq. Əslində bu problemin aspekti xeyli var. Yəni bir cycle detection linked listdə, 2 cycle-ın giriş nöqtəsini detekt eləmək, 3 verilən array siyahını bu şərtlərlə biz necə linked list kimi interpretasiya edə bilərik. 4 isə cycle-ın giriş nöqtəsi niyə dublikat rəqəm sayılmış olur. Yəni əslində 5 dənə aspekti var bu alqoritmin. Gəlin yazaq, baxaq. Deməli, nümunəni bunun üzərindən götürürük. Int slow tutaq ki 0'dır. Int fast pointer, hamısı ikisi də başlanğıc nöqtədən başlayır. Hələ ki bizdə true, çünki bizdə 100% bu şərtlər qaranti verir ki, dublikat rəqəm olsun. O deməkdir ki, linked listə çevirəndə və yaxud linked list kimi yanaşanda mütləq ki, orada cycle baş verəcək. Dublikat var deyənə cycle baş verir deyənə biz prosesi dayandıracağıq. Ona görə while true yaza bilərik. Yəni slow'a mənimsədirəm nums'ın, slow'un və fast pointerə mənimsədirəm nums fast, amma 2 addım atır deyənə. Bu bir addımdır və bu bir addımı da növbəti addımın içinə salıram və belə yazıram. Və nə vaxtsa fast gəlib slow pointerə çatanda mən break edirəm, dayandıram prosesi. O da bu nümunədə harda olacaq? Tutaq ki, gəlib burada bir-birlərinə rast gəldilər. Slow artıq buradadır, fast artıq buradadır. İndi isə ikinci etapda yeni pointer başladıram. O buradan bura gəlib çatanacan, slow da gəlib buradan bura çatanacan bir-birlərinə rast gələcəklər və bu da bizim cycle-ın giriş nöqtəsi olacaq və giriş nöqtəsi də cycle-ın bizdə dublikat rəqəmin olmasını bildirir. Int find 0 while true, burada da həmçinin true olacaq. Çünki riyazi algebraik isbat bizə qaranti verir ki, onlar mütləq ki, burada bir-birlərinə rast gələcəklər. Ona görə də bunu belə yaza bilərəm. While true. Əgər ola bilsin ki, bizdə bir dənə rəqəmdə elə başlanğıc addımda bir-birlərinə rast gələ bilərlər, hər bir edge case-i nəzərə almalıyıq. Ona görə birinci yoxlayıram ki, əgər find burada fast-lə rəqəm olmalıdır. Nums fast bərabərdirsə slow fast
nums slow daha doğrusu. Onu da dayandıraq. Burada da həmçinin əgər nums find bərabərdirsə nums slow, sadəcə break, əks halda isə sadəcə find-ə mənimsədirik nums find və slow-a da mənimsədirik. Hər ikisi də bir addım atırlar. Break edirik və axırda nəyə qaytarırıq? Fərq eləməz. Find-la slow ikisi də eyni nöqtədə qarşılaşır, yəni return find da eləyə bilərik. Return slow da eləyə bilərik. Nums find belə. Baxaq. Səhv var alqoritmimizdə yoxsa yox. İşlədim. Məsələn, gəlin yoxlayaq slow. Hər bir test case-dən keçirmi? Olan test case-lərdən keçir. Bu test case-lər üçün də sizə məsləhət görürəm ki, qurasız linked listi tam dərindən başa düşmək üçün özünüz əlinə sınayasınız, görəsiniz ki, həqiqətən niyə işləyir, həqiqətən niyə məntiqlidir bu metod. Yəni submit edib baxaq. Əla. 74%-dir. Gəlin baxaq görək bizdən daha yaxşı alqoritm yazıblarmı? Slow, do while slow fast. Yox, eyni məntiqdir. Statistik olaraq ona görə bizi çoxsu bu solutionu verib deyənə bizi xüsusiyyətlə lead code belə deyim 100% nəticə vermir. Çünki bu həll yolları çoxdur. Fikir verin, Floyd alqoritmini istifadə edib hamısı. Ona görə də statistik olaraq ortalama bu yerlərdəyik. Yəni bu mən dediyim bu array-ı dəyişməklə edir. Fikir verin, swap əslində isə burada description-da deyir ki, nums array-ını dəyişmədən edin. Biz həqiqətən də heç nə dəyişmirik. Olan array-ə linked list kimi baxırıq. Bu qədər suallarınız varsa, nəsə yenə də sizə qaranlıq qalıbsa, rəylərdə bildirə bilərsiniz. Daha çox açıqlama verərəm. Nəsə təklifiniz varsa, daha yaxşı izahınız və yaxud başqa perspektivdən baxış nöqtəniz varsa, əlbəttə ki, onu bölüşə bilərsiniz. Sağ olun.